Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lerikdəki qətllə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: Lerik rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş 1990-cı il təvəllüdlü şəhər sakini Şahin Şərifovun qəsdən öldürüldüyü müəyyən edilib. Birgə həyata keçirilmiş əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Makarov tipli tapanca ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyidi yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlanmasına əsaslı şübhələr müəyyən edilib. Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən Makarov tipli tapanca, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən bir ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb, iş üzrə müvafiq prosesual hərəkətlər icra olunub, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.